Gənclər də, yəni ki, %80% hamısı işsizdir, başa düşürsən. İş yoxdur da, yəni ki, məsələn, təcrübəsi olmayan insana nəsə belə iş yoxdur, başa düşürsən. İş də var, dayı zat şotuna gedirlər iş saat. Belə bizi kimi insanlara iş yoxdur. Siz haran bitirmisiniz? Mən orta təhsilliyəm, belə düzdür öz səhvim də olub, belə ali təhsil olmamışam. Prosta ki, iş yoxdur da heç bir yerdə. Mühafizəçi, nə, ofisiant saat belə. Biz nə işləyirdik? Siz dayı yəni, məsələn, bu qədər cəmaət yəni işləyir, bunların dayısı varmı? Bu qədər cəmaət işləyir deyəndə ki, yəni ki, nə bilim, mən bildiyimdən çox faiz işləmir. Yəni özüm də onun içində. Yoxlamısınız, danışmısınız. Bəli. Yəni iş yerləri axtarmısınız. Yəni heç bir yer müsbət nəticəsi cavab vermir də, yəni mən sizə şey götürürəm. Yox. Tapşırıqla da, tapşırığın oldu gedəsən. Yəni çətinliklə olur da yəni. Hə, çətinlik. Kimdən buradan tutub, kimdən müraciət eləmək istərdik ki, bizə iş təmin eləsinlər. Yəni ki, cavan uşaqlar hamısı. Mən 5-6 nəfər dayanıb burada danışmaq istəmirəm, prosta onların adından mən danışıram. Yəni işsizlikdir, iş lazımdır.